Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük. Pellet sobaları ilə bağlı dünən paylaşdığım video eyni zamanda statusu 20 minə yaxın insan izləyib ayrı-ayrı platformalardan da bir daha araşdırma apardıq və şəkillərdən də özünüz də gördünüz ki, kustar formada hazırlanmış bu pellet sobaları odunla qızdırılan məktəblərimizdə istifadə olunur. Və nəinki məktəblərimizdə, eyni zamanda uşaq bağçalarına da verilir. Və araşdırma aparıb görsək, burada 350 manata məktəblərə verilən bu pellet peçləri, sobaları əslində baxanda 50-60 manatlıq maya dəyəri və yaxud da ki, qiyməti, bazarda qiyməti olan bir sobadan başqa bir şey deyil. Əslində bu kustar hazırlanmış formadan danışırıq biz. Amma pellet sobaları əslində texniki tərəfindən bütün gözləntilərin və gözləməklə forması tamamilə ayrıdır. Yəni standartlara uyğun olaraq hazırlanmış pellet sobası ayrıdır. Görünən odur ki, buradan çox böyük qazanc güdülür və dediyimiz kimi kustar şəkildə hazırlanmış pellet sobalarının məktəblərə və bağçalara verilməsi birbaşa cinayətdir. Və şagirdlərin təhlükəsizliyi gözlənilmədən bu addımın atılması doğrudan da bunu ancaq ürək istəyir. Emin Əmrullayev bugün Gürcüstanda Azərbaycanlıların təhsil uğrundan danışır. Azərbaycanda faktiki olaraq hələ təmir olunmayan məktəblərdə, odun sobası ilə qızdırılan məktəblərdə bu kustar demək sobaların qoyulmasının adı nədir? Yəqin ki, mühafizə orqanları bu məsələyə bir reaksiya verərlər. İkinci bir tərəfdən burada böyük bir qazanc var. Həm bu sobaları hazırlayan sexlər aydınlaşdırılmalıdır ki, kimlərin şəxsi deyək ki, mülkiyyətindədir, kimlər bu sobaları hazırlayır, nazirliyə 50-60 manatlıq sobanı 350 manata satır. İkinci, həmin sobalar üçün olan yanacaqlar. Bu yanacaqlar təbii ki, məktəblərin təmiri zamanı çıxarılan oduncaqlar, o cümlədən məktəblərdən silinən parta, dolab, şkaf və s. bu kimi taxta avadanlıqlarından hazırlanır. Eyni zamanda dediyimiz kimi ucuz qiymətə köhnə taxta avadanlıqları alınaraq bunlardan pellet hazırlanır. Bu pelletlə qızdırılan məktəblərdə pelletlərin quru saxlanması üçün, nəmdən uzaq olması üçün nə edilib və tüstünün, o cümlədən hisin yayılmaması üçün nə edilib və ümumilikdə aydın oldu ki, rayon təhsil sektorunun müdürü təsəvvür edin. Rayon təhsil sektorunun müdürü məktəblərdə pellet sobalarının necə işlədilməsi ilə bağlı təlimatı və yaxud da ki, seminar keçirir, belə deyək, və açıq havada, maraqlıdır. Əgər bu pellet sobaları sinifin içərisində işlənirsə, niyə açıq havada bunun təlimini keçirsiniz? Niyə sinifdə keçmirsiniz? Bu nə biabırçılıqdır? Azərbaycanın təhsil büdcəsi görün necə dağıdılır. Mən düşünürəm, Azərbaycan təhsilinə qarşı Emin Əmrullayev və onun biznesmen, kommersant komandasının növbəti iyrənc və gülünc bir addımıdır bu pellet sobaları. Və düşünürəm ki, burada sırf cinayət əməli var, korrupsiya əməli var. İstər bu pellet hazırlanan sexlər araşdırılmalıdır, kimlərindir. Çox böyük əminliklə deyə bilərəm ki, Emin Əmrullayev və yaxın insanların sexləridir və kustar şəkildə hazırlanmış. Şagirdlərin təhlükəsizliyinə belə deyək, təhlükəsizlik pozan, onların sağlamlığına ciddi problem yaradan bu kustar sobaları hazırlayan sexlərin də çox güman ki, Emin Əmrullayevə demək, yaxın adamların sexləridir. Bugün artıq dekabrın 7-sidir və məktəblərimizin, yüzlərlə məktəbimizdə istilik sistemi yoxdur. Bir qədər öncə televiziyada görürəm, Lənkəran şəhərində ən böyük kəndlərdə, Respublikanın ən böyük kəndlərindən biri olan Poladı məktəbində yayda qurlaşdırılsa da hələ də istilik sistemi məktəbə verilir. Və hörmətli izləyicilər, bu videonu paylaşmağı unutmayın. Sizin məktəblərdə pellet sobalar varmı? Ondan necə istifadə olunur? Sinifləri qızdıra bilirmi? Şagirdlərin sağlamlığına hansı təhlükələr var? İkinci,
Məktəblərinizdə istilik sistemi varmı? Bununla bağlı rəy bölməsində yazın, videonu paylaşmağı unutmayın. Təşəkkür edirəm müəllimimizə.